Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump, mayın 13-də başlanan Orta Şərq turnesində təkcə 3 ərəb ölkəsi ilə müxtəlif sahələrə dair milyarlarla dollarlıq sazişlər imzalamadı. Həm də ölkəsinin 10 illiklər boyu qarşı durmada olduğu İrana sarsıdıcı zərbə indirdi. Bu zərbə bir müddət əvvəl çoxlarının ehtimal etdiyi və medianın bugün sabah deyərək haqqında həyəcanlı xəbərlər yaydığı hərbi hücumdan daha ağır və daha təsirli oldu. Söhbət yalnız ondan getmir ki, Trump İranın, necə deyərlər, qulağının dibində oturub, onun ünvanına ciddi tənqidlər və xəbərdarlıqlar səsləndirdi. İran hakimiyyəti üçün seçim anının yetişdiyini və ona uzadılan zeytun budağını rədd edərsə, çox ciddi təzyiqlərlə üzləşəcəyini bəyan etdi. Trumpın səfəri həm də İran rəhbərinin daim yuxarıdan aşağı baxdığı, haqqında vaxtaşırı təhqiramiz ifadələr işlətdiyi Körfəz ölkələrinin iqtisadi tərəqqisi və sosial rifahının nümayişinə çevrildi. İran isə bu fonda təcrid olunmuş və küncə sıxılmış vəziyyətdə göründü. Bu vəziyyəti Trumpın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə təmtəraqlı səfərini mediadan izləyən dünya ictimaiyyəti ilə yanaşı İran əhalisi də gördü və heç şübhəsiz öz ölkələrinin bu duruma düşməsinin səbəbləri barədə növbəti dəfə düşünməli oldu. Trumpın regiona səfərinin İran ictimai rəyinə bu təsiri teokratik rejimə vurulan zərbənin ən ciddi məqamıdır. İran rəsmilərinin, o cümlədən parlamentin deputatlarının Trumpın açıqlamalarına qəzəbli reaksiyası da ilk növbədə bununla bağlıdır. İranın Xarici İşlər Naziri də ölkəsinin düşdüyü vəziyyətə görə Amerika Birləşmiş Ştatlarını günahlandırmaqdan başqa yol tapmadı. Trumpın səfəri ilə eyni vaxtda Kermanşahda olan İran prezidenti Məsud Pezeşkiyan isə emosional bir şəkildə Trumpın çıxışının ölkədə qarşıdurma, ixtilaf və ümidsizlik toxumları səpməyə yönəldiyini bəyan etdi. Lakin qəzəbli reaksiyalar və hikkəli bəyanatlar reallığı dəyişdirə bilmir. Reallıq isə İran hakimiyyəti üçün o qədər ağır və acınacaqlıdır ki, artıq onu inqilabi şüarlar və anti-qərb ritorika ilə pərdələmək olmur. Üstəlik, Trump həmin reallığın İran əhalisinə yaxşı tanış olan əsas cizgilərini öz çıxışında canlandıraraq İran rejiminin başdan ayağa yanlış idarəçiliyi və sistemli korrupsiyası, eləcə də destruktiv regional siyasəti üzərinə vurğu edib. Trump İran hakimiyyətinin yarıtmaz idarəçiliyi və yersiz ambisiyaları nəticəsində ölkənin düşdüyü ağır sosial-iqtisadi durumu qonşu ərəb dövlətləri ilə müqayisəli şəkildə təqdim edərək deyib. Ciddə və Dubayda dünyanın ən hündür göydələnləri tikilərkən, Tehranda 1979-cu ilin simvolu olan binalar uçulub dağıntıya və toz torpağa çevrilir. Amerika Birləşmiş Ştatları prezidenti İranda infrastrukturun və ətraf mühitin acınacaqlı vəziyyətinə toxunaraq bildirib. 10 illiklər ərzində davam edən laqeydlik və yanlış idarəçilik İranı qaranlığa qərq edib. Elektrik enerjisinin tez-tez kəsilməsi hər gün bir neçə saat davam edir. Trump daha sonra əlavə edib. Ərəb ölkələri səhraları münbit torpaqlara çevirərkən, İran liderləri yaşıl çölləri susuz səhraya çeviriblər. Çünki korrupsionerdirlər. Məhz bu yanlış və çürük idarəçiliyin, total korrupsiyanın nəticəsidir ki, qonşu ərəb dövlətlərində yüksək rifah və ümumi məmnunluq hökm sürdüyü bir zamanda İran cəmiyyəti hərtərəfli böhranla üz-üzədir. Ərəb dövlətləri ictimai tərəqqinin daha yuxarı pillələrinə yüksəliş yollarını axtardığı halda İran hakimiyyəti inflyasiyanı necə cilovlamaq, əhalinin su və elektrik enerjisi kimi elementar tələbatını necə təmin etmək üzərində baş sındırır. Körfəz ölkələri Amerika Birləşmiş Ştatları ilə nəhəng investisiyalar, müasir texnologiyalar, o cümlədən süni intellekt sahəsində razılaşmalar əldə etdiyi bir məqamda İran hakimiyyəti Trump administrasiyası ilə uranı neçə faiz zənginləşdirmək üstündə çənəboğaz edir. Bu mənzərə həm də İran hakimiyyətinin xarici əlaqələrdəki bəsirətsizliyini, xüsusən regional siyasətinin iflasını ortaya qoyur. Ərəb ölkələrində etdiyi çıxışlarda Amerika
Amerika Birləşmiş Ştatları prezidenti bu mövzuya da toxunub və İranın öz dağıdıcı regional siyasəti ilə bütün bölgənin inkişafına əngəl törətdiyini vurğulayaraq deyib. Ərəb ölkələri regional sabitliyin və qlobal ticarətin sütunlarına çevrilməyə çalışdıqları halda İran rəhbərləri xaricdə terroru və qan tökülməsini maliyyələşdirmək üçün öz xalqının sərvətini oğurlamağa yönəliblər. Trump həmçinin regiondakı pozucu qüvvələrin ən pisinin İranın proksi qüvvələri olduğunu vurğulayıb və onların axırına çıxmaq əzmini ifadə edib. Bu kontekstdə Trumpın Suriyaya tətbiq olunmuş sanksiyaların ləğvini elan etməsi və Suriyanın yeni prezidenti Əhməd Əşşara ilə görüşməsi İranın regional siyasi hərbi strategiyasının tam iflasa uğramasının ən bariz təzahürünə çevrilib. Belə bir şəraitdə İran ali rəhbərinin baş müşaviri, əvvəllər Ali Milli Təhlükəsizlik Şurasının katibi və Müdafiə naziri kimi yüksək postlar tutmuş Admiral Əli Şəmxani dünən NBC telekanalına müsahibəsində bildirib ki, İran tərəfi iqtisadi sanksiyaların götürülməsi müqabilində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatından imtina etməyə, heç vaxt nüvə silahına can atmayacağı barədə öhdəlik götürməyə, beynəlxalq müfəttişlərin nəzarəti altında uranı yalnız mülki məqsədlər üçün aşağı səviyyədə zənginləşdirməyə razıdır. Şəmxani vurğulayıb ki, İran hakimiyyəti bu şərtlər daxilində günü bugün Amerika Birləşmiş Ştatları ilə saziş imzalamağa hazırdır. Böyük rezonans doğuran bu açıqlama əslində Amerika Birləşmiş Ştatlarının tələbləri qarşısında ağ bayraq qaldırılması anlamına gəlir. Qalır bunu hansısa bir şəkildə rəsmiləşdirmək.